Binəqədi rayonunda yerləşən yaşayış kompleksinin sakinləri İnterekonom Servisi MTK-nın fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar səsləndirirlər. Bizim şikayətimiz ondan ibarətdir ki, İnterekonom Servis iddia edir ki, mən sakinlərin ümumi istifadəyə yer olan qarajları satmışam digər sakinlərə. Və bizim buna görə də apellyasiya məhkəməsində işimiz gedir. Məhkəmədə işi gedə-gedə və yaxud hər hansı bir sənədləşdirmə olarmı? Deyir ki, kup çalıqlar. Deyir ki, kup çalmışam. Məhkəmə mübahisəsi olan yerə kupça necə verilə bilər? Kupça verilə bilməz. Və biz Baş Prokurorluqdan, Məhkəmə Hüquq Şurasından xahiş edirik ki, bizə dəstək olsunlar. Köməklik göstərsinlər. Yəni, qeyri-qanuni heç nə olmasın. Qanun nədirsə, əgər qanun MTK-yə tərəfsə də, olsun MTK-yə tərəf. Amma qeyri-qanuni yoxdur. Məhkəmə gedə-gedə necə kupça verilə bilər bu? Sakinlərin sözlərinə görə binanın ümumi mülkiyyətinə aid olan zirzəmi sahələri müxtəlif şəxslərə satılıb və hazırda bu məsələ məhkəmə mübahisəsinin predmetidir. Şikayətçilər bildirirlər ki, zirzəmi ilə bağlı iş hazırda apellyasiya məhkəməsindədir. Onların sözlərinə görə məhkəmə çəkişməsi davam etdiyi halda bəzi sahələr üzrə sənədləşmə aparılıb, hətta ayrı-ayrı şəxslərə çıxarışlar, yəni kupçalar verilib. Sakinlər hesab edirlər ki, hüquqi mübahisə yekunlaşmadan belə sənədləşmənin aparılması ciddi suallar doğurur. Bir də ki, qarajın, ümumi istifadəyə yer olan qarajın hörülərək çölə qapasılıb digər şəxslərə satılıbdır. Bu da qeyri-qanunidir. Sakinlərin yenə də maşın saxlamağa yeri də ora. Və yaxud da ki, bomba bej də ora. Maşın nəsə olarsa da sakinlər oraya yığılmalıdır. Oranı hörərək digər şəxslərə satıb çölə qapatıbdır. Hansı ki, onun içindən kommunikasiya xətləri gedir, işıq gedir, su gedir. Daşıyıcı divar var, oradan çöldən kəsilibdir. Yəni, bunu eləmək yolu necə düzgündür? Biz də buna şikayətçiyik ona görə. Xahiş edirik bizə köməklik göstərsin, qanun nədirsə də ondan olsun. İddialara görə binanın ümumi istifadəsində olan qaraj sahəsində də dəyişikliklər edilib. Belə ki, qarajdan yeni girişlər açılıb, müəyyən hissələr hörülərək ayrılıb və sonradan müxtəlif şəxslərə satılıb. Sakinlər bildirirlər ki, həmin ərazi avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş ümumi istifadə sahəsidir və onun bölünərək satılması qanunvericiliyin tələblərinə uyğun deyil. Sakinlərin narazılığı yalnız bununla məhdudlaşmır. Onların sözlərinə görə 2026-cı ilin avqust ayında bina sakinlərinin iştirakı ilə idarəedici MMC yaradılsa da bina bugünə qədər tam şəkildə yeni idarə etməyə təhvil verilməyib. Şikayətçilər həmçinin bildirirlər ki, MTK-nın kommunal xidmətlərlə bağlı da borcları qalmaqdadır. Bu binada MMC yaranıbdır. MMC yaranıb avqust ayına qədər. Avqust ayına qədər olan binanın borcları var. Məsələn, Azərşığa 34.000 borc var. MTK-nın özü. MTK-nın özü, bəli. Adam da yaxınlaşır, deyirlər ki, məsələn, borcunuz var, borcu deyir, borc mənimdir, şotik mənimdir, gedin kəsin. Vətəndaşlar şıxsız qalsın. Vətəndaş şıxsız qalsın. Nə də ki, binanın təhvil vermir bizə. Borcu da ödəmir. Bəli, MMC yaranıb binanın təhvil vermir bizə. Xahiş edirik dəstək olsunlar dövlət tərəfindən. Ayrı-ayrı şəxslərə satıbsa da çek alıbdır. Bu müəllim çek alıbdır. Bina sakinidir, 3-cü blokda qalır. Nə yazılıb bura? İnterekonom Servis MTK. Haqverdiyev Nurəddin Babaxanoğlu. Əgər satıbsa, bunu necə pulunu MTK yığıbdır? Necə yığıb da? Tək bu çeklər deyil də, çeklər çoxdur burada. Yəni, necə yığıb da bu pulu? Əgər deyir, satmışamsa da. Əlavə olaraq bir şey də bildirim ki, məhkəmədə hansı ki, tutaq ki, əl adında bir şəxsin adınadır da, adama dedik ki, yeri almışsan, xeyirli olsun. Bizə bir dənə yeri izah elə, necə düşürsən ora? Ha, deyir ki, gedirik, bax, indi gördüyümüz bisetka var. Bura gedirik, buradan da liftə minib -2-yə düşürük. Halbuki burada da -2 yoxdur. Yəni, belə görünür ki, bunlar qurmadımı, yəni belə hallar var. Harmoniya mümkün qabiliyyəti. Hə, yəni adamın adına obyekt var, adamın xəbəri yoxdur, belə deyək, bəli. Mən özüm də burada 11 ildir yaşayan sakinlərdən biriyəm. Zirzəmi də ümumi sakinlərin istifadəsinə yararlı bir yerdir. Biz bu mübahisə yarananda zirzəmi ilə bağlı məhkəməyə verdik. Məhkəmədən də qərar çıxdı ki, MTK, İnterekonom Servisin məsul şəxslərindən heç biri həmin bu zirzəmidəki yerlərdən heç birini sata bilməz. Buna qarşılıq olaraq da hal-hazırda biz BT-yə də müraciət elədik ki, buranın informasiyasını bizə versin. Yəni, qeyri-yaşayışdırmı, yaşayışdırmı, onu da hələ bizə verməyiblər. Hələ bu da bir kənara qalsın.
qərardatda kupçalaşdırılma ləğv olunsun deyə belə bir şey də çıxıb. Biz də əmlakda olduq, orada qəbulda. Orada da dedilər ki, bundan sonra o verilibsə də səhv verilib, bundan sonra da verilməyəcək. Yəni bu kupçanı alan sakinlər də MTK-nın ailə üzvləri, dostları, yaxınlarıdır. Yəni kənardan heç kim buradan gəlib yer almayıb. Hal-hazırda da bu məsələlər davam eləyir. Məsələ neçə vaxtdır davam edir? Məsələ hardasa 2 ilə yaxındır ki. Hal-hazırda işiniz apellyasiya məhkəməsində. Hə, hal-hazırda işimiz apellyasiya məhkəməsindədir. Burada yanğın olsa, işlərdən falan hamısından tüstü çıxacaq. Bura necə müdaxilə edəcəyik biz? Necə qarşısını ala bilərik ki, bunun yanğını söndürək və yaxud da qarşısını alaq, necə eləyək? Onun üçün də qeyri-qanunidir bu. İçəridən də çəkilişini göstərəcəm inşallah ki, necə kəsiblər. Buradan tikintisi görsənir, qarajın içəri tərəfindən hörülüb, verilibdir bu obyektin sahəsinə. Duzlanması, filtri... Bunların hamısını siz eləmişsiniz? Bəli, bəli, hamısını biz eləmişik. Yumşaltıcısı falan, hamısı buradadır. Yəni bunu alıb, necə olacaq bunun axırı? Sakinlərə su verməyək, onu da bağlayaq buranı su. Sakinlər susuz qasalar da. Sağ ol, mən də burada 2015-ci ildən qalırıq. Biz bu qədər bu problemlərin üzündən MMC yaratmışıq keçən ildən. Amma bu günə kimi MTK, nə MTK-nın işçiləri, nə rəhbərləri bizə bu günə kimi təhvil veribdir. Görürsünüz, bu qədər bizdə problemlər var. Yenə də zirzəmin söhbətin gedir bizdə. Zirzəmin söhbətində də biz hətta məhkəmənin qərarda da almışıq ki, həmin hərəkətlər öz yerləşdirilməsi məsələsində qadağa qoyulsun, amma ona baxmayaraq bunlar hansı bir yolla çıxarışlar alıblar. Bundan əlavə bildirmək istəyirik ki, artıq bu zirzəmi ilə bağlı bu hərəkətin olduğuna görə polis idarəsində cinayət işi açılıb və araşdırılır. Ona görə bizim xahişimiz ondan ibarətdir ki, dövlət tərəfindən bizə köməklik və dəstək göstərsinlər və nəzərdə götürsünlər. Baxın. Suyu da gəlmir, ümumiyyətlə su da gəlmir. Burada necə, bir də mənzil yansa nə edəcək? İddialara əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyəti qarşısında təxminən 34 min manat borc mövcuddur. Sakinlər hesab edirlər ki, bu borcun ödənilməməsi nəticəsində elektrik enerjisinin kəsilməsi riski yaranır və nəticədə günahı olmayan yüzlərlə sakin zərər çəkə bilər. Sakinlər aidiyyatı dövlət qurumlarından səsləndirilən iddiaların araşdırılmasını, ümumi istifadədə olan sahələrin hüquqi statusuna aydınlıq gətirilməsini, eləcə də binanın qanunvericiliyin tələblərinə uyğun şəkildə idarəedici quruma təhvil verilməsini tələb edirlər.